Bu dərsimizdə ilk web səhifəsini yalnız desktop üçün hazırlamağa başlayacağıq. Gələn növbəti dərsimizdə responsive dizaynı, yəni telefon və yaxud da ki planşetlər üçün responsive dizaynı da həyata keçirəcəyik. Şəkildə də görmüş olduğunuz kimi belə bir görüntünü yaratmağa çalışacağıq. Sadəcə burada solda section etiketini quracağıq. Mərkəzdə informasiya məlumatlarını mərkəzdə saxlayacağıq bu main etiketi içərisində. Sağda reklam panelini göstərmək üçün aside etiketindən istifadə edəcəyik. Yuxarıda linklərimizi və inputlarımızı saxlaya biləcək navbar etiketini bu şəkildə yaradacağıq. Və son olaraq footer etiketini isə altda göstərməyə çalışacağıq. Burada isə yəni footer etiketi içərisində sosial şəbəkələr və ya əlaqə forumları olur. Elə isə vaxt itirmədən gəlin ilk web səhifəmizi qurmağa çalışaq. Gəlirəm index.html-ə. Body etiketi içərisində ilk olaraq container divimi yazıram və daha sonra bunun da içərisində parent elementi bu şəkildə yazıram və linkləri əhatə edəcək nav etiketini yazıram. Bunu iki hissəyə böləcəm. Yəni nav etiketi içərisindəki linkləri iki hissəyə böləcəm. Bir divim olsun və ikinci divim olsun. Bunlara class link 1'i verirəm və buna da class link 2 adını vermiş oluram. Və daha sonra gəlirəm burada linklərimi embeddən istifadə edərək bu şəkildə yazıram. Buna home yazıram və burada linklərimi aşağı gətirirəm. Bu linkin birini silirəm. Bura hashtag ilə home yazıram. Gəlib bura about yazıram. Bura isə product yazısını yazıram və hashtagı bu şəkildə qoyuram. Gəlib buna about, buna isə product yazıram. Daha sonra ikinci link 2 divimə isə link etiketi vasitəsilə buna vururam 2-yə. Gəlib burada misal profil yazısını yazmış oluram və enter'ı basıram. Bu şəkildə gəldi. Buna mən profil, ikinci link etiketimə isə log out yazısını vermiş olam. Eyni qayda ilə burada logout yazıram. Bura isə profil olur. Və daha sonra gəlib burada child 1 divini verirəm. Burada isə section etiketini yazmış oluram və buna section adını verirəm. Daha sonra nə oldu? Burada extensionlar vasitəsilə belə bir görüntü gəlmiş oldu. Bura mən section yazıram. Baxın, buna tıkladığım zaman əvvəlki görünüşü almış olacaq. Ona görə də hər yazdığımız kodda baxmaq tələb olunur ki, extensionlar bəzən belə bir görüntünü vermiş olur ki, bu da istəmədiyimiz hallarla qarşılaşa bilirik. Ona görə də hər yazdığımız kodda ekrana baxmağımız mütləqdir. Gəlib bura main etiketini yazıram və buna main verirəm. Ekrana baxıram. Bu şəkildə yazılar gəlmiş olacaqdır. Daha sonra reklam panelini göstərmək üçün bura class olaraq reklam divini vermiş oluram və burada aside etiketindən istifadə edirəm. Buna reklam 1 və reklam 2 yazısını yazmış oluram. Və son olaraq da footer etiketini klassı child 2 olan div içərisində yazmış olacağım. Bura isə footer etiketini bu şəkildə yazıram və artıq bu etiketlərə stil verməyin zamanıdır. Gəlirəm style.css-ə. Burada container divimə vid olaraq, yəni genişlik olaraq 100% verirəm. Hündürlük olaraq ekranı əhatə edə biləcək qədər hündürlüyə malik olsun deyə 100 viewport
height'dan istifadə edirəm və background olaraq isə hex dəyərlərindən istifadə edərək arxa planı bu şəkildə göstərirəm. YA. Arxa plan bu görünüşdə oldu və gəlirəm parent divimə. Display flex verirəm. Bu hal-hazırda sağ tərəfə doğru çəkilmiş oldu. Gəlib bunun yönünü flex direction deyərək kolumn yazaraq alt-alta çəkmiş oldum və daha sonra genişlik olaraq 100% verirəm. Hündürlük olaraq da buna 100 viewport height da vermək olar. Inherit də verərək burada miras almağını bu şəkildə göstərmiş oldum. Və daha sonra nav etiketimə display flex yazıram və hətta gəlib burada bunu 2-yə bölürəm. Index.html-i buraya əlavə edirəm. Bunu silirəm və burada nav etiketimə display flex verdim. Hal-hazırda bu yan tərəfə doğru hərəkət etmiş oldu. Gəlib burada align item center justify content space around verərək ara boşluqlarını bu şəkildə göstərmiş oldum və genişlik olaraq 100% verirəm. Padding iç boşluq olaraq paddingdən istifadə edirəm. Buna da 10 piksel vermiş oluram. Hərflərin ölçüsünü font size ilə 2 rem yazıram. Burada qalınlığı font weight'dən istifadə edərək buna isə 600 qalınlıq vermiş oluram. Daha sonra gəlirəm nav içərisindəki linklərimə color olaraq RGB kodundan istifadə edirəm və gəlib bura misal 99, 99 və 98 dəyərlərini verərək bu şəkildə yazı rənglərini vermiş olduq və daha sonra animasiyaların hər bir belə deyək, linkə şamil olmasını istəyiriksə transition all yazaraq bunu bu şəkildə həyata keçiririk və bura 0.8 saniyədə animasiyam həyata keçmiş olsun. Və son olaraq da gəlirəm bura padding yazaraq daxili boşluğunu 5 piksel vermiş oluram. Daha sonra nav içərisindəki linkə hover olduğum zaman gəlib burada hover olduğum zaman rəngi color RGB 255 255 255 olsun. Yəni ağ rəngdə gəlsin. Background olaraq buna RGB 116 116 232 rəqəmlərlə istifadə edərək hover olduğum zaman baxın bu şəkildə görüntü gəlmiş olacaqdır animasiya vasitəsilə. Daha sonra border radius isə hover olduğum zaman 5 piksel olsun və gəldiyim zaman linkin üzərinə gəldiyim zaman baxın border radius 5 piksel şəklində gəlmiş oldu və animasiya da gözəl bir şəkildə həyata keçir. Daha sonra gəlirəm burada child 1 divimə stil vermiş oluram. Display flex yazıram. Align items start verirəm. Yəni buradan başlasın, mərkəzdən başlamasın və yaxud da ki sondan başlamasın. Daha sonra justify content space between olsun. Ara boşluqları bu şəkildə gəlsin. Padding olaraq 5 piksel yazıram. Bu şəkildə boşluqda gəlmiş oldu və hündürlüyünü isə 100 viewport height yazıram. Baxın 100 viewport height yazdığım zaman footer aşağıda qalmış oldu və section, main və aside etiketlərimin hündürlükləri bu şəkildə artmış oldu. Yəni ekran görünüşündə gəlmiş oldu. Daha sonra main etiketimə gəlib background
qara rəngi verək. Flex 1 verirəm. Main etiketimə. Color olaraq, üzr istəyirəm, color olaraq ağ rəngi verək. Və yaxud da ki, ağ rəngi olmasın. Misal, bu rəngi vermiş olaq. Bunu kopyaladım. Bura əlavə etdim. Aha, bu şəkildə gəldi. Son olaraq da hündürlük olaraq 100% yazıram. Və main etiketi bu şəkildə görünmüş oldu. Daha sonra section etiketimə burada background olaraq qırmızı rəngi verək ki, bunun da hündürlüyünə baxmış olaq. Daha sonra hündürlük olaraq 100% verirəm. Buna da eyni qaydada. Genişlik olaraq misal 10 rem yazıram. Bu şəkildə gəldi. Hətta böyük ekranda biz bunu indi hal-hazırda böyük ekranlara görə qurmuş oluruq. Böyük ekranda bu şəkildə görünmüş olacaq. Və daha sonra bura border radius 10 piksel, 1 piksel, 1 piksel və 10 piksel şəklində yazmış oluram. Baxın, burada da bu şəkildə gözəl bir görünüşü almış olacaq. Və daha sonra reklam etiketinə, yəni reklam klassına gəlib display flex verirəm. Flex direction kolum yazıram. Alt-alta gəlsin bu şəkildə. Align items center justify content start verirəm. Vid olaraq, yəni genişlik olaraq buna 8 rem verək. Hündürlük olaraq da 100% yazaq. Və reklam divi içərisindəki ilk aside etiketini end child ilə bu şəkildə seçirəm və gəlib burada hündürlüyünü 50% yazmış oluram və background olaraq blue rəngi verək buna. Vid olaraq isə 100% yazmış olaq. Bu şəkildə görünsün. Və ikinci aside etiketimə isə gəlib burada buna da 50% verək. Rəng olaraq misal belə bir görünüşü vermiş olaq və genişlik olaraq 100% verərək bu şəkildə görüntünü almış olacaq. Və son olaraq da footer'a gəlirəm. Footer etiketimə isə arxa plan rəngi olaraq misal bu rəngi vermiş olaq. Belə bir rəngdə gəlsin. Və hündürlük olaraq da misal 8 rem yazaraq belə bir görüntünü almış olacaq. Bu dərsdə biz nav etiketini, section, main və aside etiketlərini və son olaraq da footer etiketini bu şəkildə quraraq ilk web səhifəmizin görüntüsünü yazmış olduq, kodlarla yazmış olduq. Bu görüntü içərisində artıq siz misal reklamlarınızı yerləşdirə bilərsiniz bura və yaxud da ki, informasiya məlumatını main etiketi içərisində yazmış ola bilərsiniz. Daha sonra kateqoriyaları və ya xidmətlər haqqında məlumatları section etiketi içərisində vermiş ola bilərsiniz. Footer etiketi içərisində isə sosial şəbəkələri, əlaqə formlarını bu şəkildə yazmış olaraq web səhifənizə gözəllik qatmış ola bilərsiniz. Bizim yazdığımız ilk web dizaynı böyük ekranlara görə idi. Yəni responsive dizaynı biz burada vermədik. Ancaq biz gəlib misal inspect tabında bu ikona daxil olduq. Tutalım ki, baxın burada iPhone-larda bu şəkildə görünür və ya Samsung-larda belə bir görüntünü almış olacaq. Baxın, main etiketi çox sıx şəkildə görünmüş olur telefonlarda və ya iPad-lərdə bu şəkildə görünür. Daha sonra misal Galaxy-də baxın belə bir görüntüdə gəlmiş olacaqdır və linklər də yaxşı görüntüdə gəlməyəcəkdir. Ona görə də biz
gələn mövzumuzda responsive dizaynı öyrənməyə çalışacağıq və responsive dizayn ilə baxın buradakı nav içərisindəki link etiketlərimi bir menu bar içərisində göstərmiş olacağam və misal bura ikon əlavə edəcəyik. Həmin ikona tıkladığımız zaman menu bar soldan sağa doğru açılmış olacaq və linklərimiz yuxarıdan aşağıya doğru sıralanmış olacaqdır. Digər etiketlərimizdə responsive dizayn köməyi ilə gözəl bir görüntüdə yazmış olacağıq. Gələn növbəti dərsimizdə görüşənə qədər hələlik.